Azərbaycanla Polşanı müqayisə elədiyimiz bu seriyamızda bugünkü mövzumuz təhlükəsizlik olacaq. Bu mövzuda hər iki ölkə də özünə görə çox yaxşıdır. Lakin belə bir kiçik nüans var ki, onu mən nəzərinizə çatdırmaq istərdim ki, dünyanın elə bir yeri yoxdur ki, siz orada 100% tam təhlükəsiz olasınız və başınıza heç bir iş gəlməyəcək. Dünyanın hər bir yerində başdan xarab, anormal, yolunu azan hər cinsdən insan var və bu tip insanlar sizlər üçün hər cür təhlükə törədə bilər. Yəni bu dünyanın hər bir nöqtəsində var. Başımıza asanlıqla təhlükə yarada biləcəyimiz məkanları çıxsaq, hər iki ölkə də bu mövzuda çox yaxşıdır. Günün istənilən saatı rahatlıqla çıxıb çöldə gəzə bilərsən. Sən yəni elə bir böyük ehtimal yoxdur ki, kimsə sənə zərər yetirsin. Buna görə də hər iki ölkə də bu mövzuda yaxşıdır.